Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. 9-cu siniflər üçün növbəti izahımıza baxaq. 31-ci sual. Frazeoloji birləşmələrdən birinin mənası tamamilə məhv etmək, axırına çıxmaqdır. Demək, külünü göyə soğurmaq, tamamilə məhv etmək, axırına çıxmaq mənasında işlənə bilər. Cavabımız A variantıdır. 32-ci sual. Hansı cümlədə fərqləndirilmiş söz, numerativ söz funksiyası daşımır? Numerativ söz saydan ismin arasında işlənir. Bir qaşıq bəkməz. Burada qaşıq numerativ sözdür. Yunis qapının bir tayına çanda. Baxın, burada bir say, tay özündən sonra isim gəlmir. Demək, B variantında numerativlik funksiyası yoxdur. Bir-iki stəkan çay. Stəkan burada numerativdir. Bir tikə çörək, tikə numerativdir. Bir vaqon qumaş, vaqon numerativdir. Demək, cavabımız olmalıdır B variantı. Üçüncü sual. Hansı fikir düzgündür? Güləyin sözü həm sifətin, həm də feilin xüsusiyyətlərini daşıyır. Nədir güləyin sözü? Gülmək feilindən güləyən sifətə əmələ gəlibdir. Feili sifətlər həm sifətin, həm feilin xüsusiyyətini daşıya bilər. Sifət, amma həm feilin, həm sifətin xüsusiyyətini daşıyır. Fikir yanlışdır. Bu səhv. Məsdər ismin kim hara suallarına cavab verə bilmir. Bəli, nə sualına cavab verir, kim hara sualına cavab vermir. Demək, cavabımız B variantıdır. Feil sifət ismin sualına cavab verdikdə belə cümlənin təyini ola bilir. Xeyr, ismin sualına cavab verirsə, demək cümlədə mübtəda ola bilər, tamamlıq ola bilər. Tapşırıqları bitirdim cümləsindəki feil indiki zamanda idi hissəsi ilə işlənmişdir. Baxın, bitirdim. Burada bitməkdən bitirmək əmələ gəlir. Di, keçmiş zaman şəkilçisi, M şəxs sonluğudur. Demək, burada indiki zamanda yox, keçmiş zamandadır. Burada idi hissəci işlənməyibdir. Di, burada zaman şəkilçisidir. O bu sözləri düşünmədən dedi cümləsində vergül işlənməli idi. O burada kim sualına cavab verir. Amma özündən sonra əvəzlik gəlir. Bildik ki, əvəzlikdən sonra əvəzlik gəlirsə, vergül qoymarıq. Cavabımız B variantı olmalıdır. 34-cü sual. Cümlələrdə fərqləndirilmiş sözlərin morfoloji xüsusiyyətlərinə görə düzgün ardıcıllığını müəyyən edin. Feildən düzələn sifət, feili sifət, adlardan düzələn sifət. Baxaq. Ağabala çox ağlayan uşaqdır. Ağla sözün kökü bitişdirici an nədir? Feili sifət şəkilçisidir. Ağlağan, ağlamaq feilindən ağlağan sifəti gəlir, əmələ gəlir. Feildən düzələn sifət. Bacarıqlı, bacarmaq feilindən bacarıq ismi, bacarıq ismindən bacarıqlı sifət əmələ gəlir. Bacarıq ismindən bacarıqlı sifət, yəni adlardan düzələn sifət. Ardıcıllığımız 2, 1, 3 A variantı olur. 31. Sözlərdən birinin mənası düzgün izah edilməmişdir. Standart hər hansı bir şeyin təşkilində tətbiq edilən eyni formadır. Bu düzdür. Təvazökarlıq, şöhrətpərəstlikdir. Təvazökarlıq əslində sadə insandır. Özündən razı olmayan insandır. Təsis etmək əsasını, bünövrəsini dağıtmaq yox, qoymaq olar. Burada da səhvlik var. Möhtəbər, hörmətsiz, bizdə düzgün izah edilmişdir deyir. Hə, düzgün. Standart hər hansı bir şeyin təşkilində tətbiq edilən eyni formadır. Elə düzgün budur. Təvazökarlıq sadəlikdir. Təsis etmək əsasını, bünövrəsini dağıtmaq yox, qoymaqdır. Möhtəbər, hörmətsiz, xətri salmayan yox, əksinə hörmətlidir. Nadan, mədəni, bilikli yox, biliksiz, cahil, geridə qalmışdır. Cavabımız olur A variantı. 36. Hansı sərgidəki sözlərin ilk və son səsi eynidir? Kəpənək. Burada ilk səs K, son səs İ-dir. Ona görə biri götürməliyik. Biri çıxaq. Katolik. K-ların hər ikisi eynidir. Yəni ilk və son səsi eynidir. 2-yi götürürük. Qonaqlıq. Burada Q-dan başlayır, X-dan bitir. 3-ü götürmürük. Kürk. 2-dən başlayır, 2-dən bitir, 4-ü götürürük. Cavabımız olmalıdır 2, 4, D variantı. 37. Nöqtələrin yerinə feilin hansı təsvirlənməyən formasının uyğun gəldiyini ardıcıllıqla müəyyən edin. Biz azad olmaq istəyiriksə, olmaq. Demək, birinci nə gəlməlidir? Birinci gəlməlidir məsdər. Sonra hər tapşırılmış işə görə, tapşırılmış
Mış artırdıqsa bu nədir? Fe'li sifətdir. Sonra həyat ötən günlər deyil, yadda qalan günlərdir. Ötən yadda qalan yenə fe'li sifət olar. İnsan ruhdan düşəndə, andayanda bu da fe'li bağlama olar. Cavabımız olur A variantı. 38. Biri isimdir. Dalğın, necə sifətdir, yorğun sifətdir, içkin sifətdir, süzgün sifətdir, yanğın, nə yanğın? Cavabımız olur Y variantı. 39. Hansı bənddə fe'li sifət işlənməmişdir? Gəzməli ölkə. Gəz sözün kökü məli nədir? Fe'li sifət şəkilçisidir. Yeməli o armud. Ye sözün kökü məli fe'li sifət şəkilçisidir. Dondurmalı piroq. Burada isə donmaqdan dondurmaq, dondurmaq fe'lindən dondurma ismi, dondurma ismindən dondurmalı sifət əmələ gəlir. Cavabımız B variantıdır. Oxumaqdan oxunmaq malı fe'li sifət şəkilçisidir. Deyilməli deməkdən deyilmək əmələ gəlir. Məli fe'li sifət şəkilçisidir. Cavabımız B variantıdır. 40-cı sual. Hansı cümlədə zərf yoxdur? Demək, A variantında dinməz, söyləməz zərfdir. B variantında zərf yoxdur. C variantında bayram sayağı necə zərfdir? D variantında sakitcə zərfdir. Y variantında qədrini az bilir. Bu da az zərfdir. Cavabımız olur B variantı. Bugünkü test izahımız bu qədər. Sağ olun. Növbəti izahlarda görüşürüz.